Gəncədə içkili vəziyyətdə xəstəxanaya gətirilən kişi həyatını itirib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə ötən gün baş verib. Bildirilir ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasına gətirilən kişi bir müddətdən sonra dünyasını dəyişib. Hazırda onun kimliyi dəqiqləşdirilir. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Gədəbəydə isə bıçaqlanma hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, 2008-ci il təvəllüdlü Samir Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə Zamin Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Baş vermiş faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən gün Sumqayıtda da yeniyetmələr arasında dava kriminal hadisə ilə nəticələnmişdi.